Salam, məz tamaşaçılar. Mən bu gecə sizlərlə Wi-Fi-nin kodunu və adını dəyişməyə öyrədəcəm. İlk öncə yazırıq 192.168.1.1. Bunu yazıb girik. Bura ikisinə də admin yazır. Admin altı da admin. Giririk. İlk öncə status proqramı açılır. Bu status proqramında nəyə göstərir? Burada göstərir ki, bu yer var ya. Burada göstərir ki, neçə nəfər Wi-Fi-yə giribdir. Mən kompüterin təhsilə girdiyinə görə kompüter göstərir. İndi isə Wi-Fi və kod yerini dəyişməyə girək. Bura giririk. Bura girdikcə buna giririk. Və burada gördüyünüz kimi və burada aşağı düşürük. Burada bax bu Wi-Fi-nin adıdır, TP-Link. Bu isə Wi-Fi-nin kodudur. Bunları dəyişirik. Məsələn, TP-Link 007. Kodu da dəyişir. Tərsinə yazır. Bunu da ondan sonra Savini vururuq. OK vururuq. Bu kod öz-özünü dəyişir. Ondan sonra bura giririk falan. Burada göstərir ki, bax burada. Neçə nəfər girə bilər? Wi-Fi neçə nəfər girə bilər? Burada 101-dir. Məsələn, bunu elə bilərik 10 nəfər. Yəni 10 nəfərdən artıq Wi-Fi-yə girmək olmaz. Bugünlük bu qədər arkadaşlar.